Salam hər kəsə, kanalıma xoş gəlmisiniz. Bugün sizə günəş radiasiyası və havanın temperaturu mövzularını izah edəcəm. Əvvəlcə baxaq deyə bu radiasiya nədir? Günəşdən yer səthinə gələn istilik və günəş işığının cəminə günəş radiasiyası deyilir. Və günəş radiasiyası yer atmosferinə daxil olduqda, əvvəlcə baxın, buradan ümumi məlumatlara baxaq. Günəş radiasiyası yer atmosferinə daxil olduqda onun 34% əks olunur. Qalanı isə atmosferə daxil olur. Bu daxil olanın da 19%-i buludlar tərəfindən udulur, səpələnir. Ümumilikdə yer səthinə gəlib çatan radiasiya 47% olur. Və bu radiasiya iki cür yer səthinə gəlir. Biri düz radiasiyadır, bir də səpələnən radiasiya. Əgər hava buludsuz, tam açıq, aydın şəkildədirsə, düzdür, bu şəkildə bir qədər bulud var, amma yenə də düz günəş radiasiyası özünü göstərir burada. Birbaşa günəş şüaları yer səthinə gəlirsə günəşdən, bu olur düz günəş radiasiyası. Yox, əgər buludlardan, yəni su buxarı, aerozollardan keçərək yer səthinə gəlirsə, bu isə olur deməli səpələnən günəş radiasiyası və düz və səpələnən radiasiya birlikdə adlanır ümumi radiasiya. Yəni günəşdən yer səthinə gələn radiasiya düz və səpələnən olur. Bu ikisi də birlikdə adlanır ümumi radiasiya. Və təbii ki, bu ümumi radiasiyanın bir hissəsi yer tərəfindən udulur, bir hissəsi isə əks olunur. Udulan radiasiya elə yer səthi tərəfindən udulan radiasiya, yəni yerin isinməsinə, istiləşməsinə, buxarlanmaya səbəb olan udulan radiasiyadır. Yerdən əks olunan radiasiya isə albedo adlanır. Daha sonra isə baxırıq nəyə? Dedik, düz və səpələnən radiasiya birlikdə adlanır ümumi radiasiya və ümumi radiasiyanın miqdarı hər yerdə eyni deyil. Bu təbii ki, günəş şüalarının düşmə bucağına görə və buludluğa görə dəyişir. Məsələn, əslində ekvatora düzdür, il ömrü boyu yaydır burada, yəni fəsillər yoxdur, həmişə yaydır, yəni günəş şüası həmişə böyük bucaqlarla düşür. Amma tropiklərdə günəş radiasiyası ekvatordan daha çoxdur. Niyə? Çünki tropiklərdə buludluq çox azdır ona görə. Amma ekvatorda buludlu günlər çox olduğuna görə bir qədər yəni tropiklərdən daha azdır. Baxın. Günəş radiasiyası deməli ekvator və ərazilərdə 140-145 kilokalori, tropiklərdə 200-220 kilokalori, mülayim enliklərdə 100-140 kilokalori, qütblərdə isə 50-60 kilokalori böl kvadrat santimetr böl ilə bərabərdir. Deməli, günəş radiasiyası kalori ilə ölçüldü və bir bölünsün, baxın, kilokalori bölünsün kvadrat santimetr bölünsün il nə deməkdir? Yəni, bir il ərzində 1 kvadrat santimetr əraziyə neçə kilokalori günəş işığı düşüb? Yəni, günəş enerjisi gəlib, daha doğrusu. Odur. Daha sonra burada qeyd eləmək lazımdır ki, bu düz radiasiya olduqda kölgə olur. Yəni, düz radiasiya kölgə yaradır, səpələnən radiasiya kölgə yaratmır. Düz radiasiya insanda D vitamininin əsas yaradıcısı hesab olunur. Daha sonra bunları dedik. Daha sonra burada məsələ var, ona baxaq. Dedik ki, ümumi radiasiya nədir? Düz və səpələnən radiasiya, yəni günəşdən yerə gələn, istər düz olsun, istər səpələnən olsun, bu radiasiyalar birlikdə adlanır ümumi radiasiya. Bunun da bir hissəsi təbii ki, yer tərəfindən udulur, bir hissəsi isə əks olunur. İndi baxaq, sual var burada. Radiasiya balansı nədir? Ümumi radiasiyadan, yəni yerə gələn ümumi radiasiyadan yerdən əks olunan radiasiyanı çıxıb biz radiasiya balansını tapa bilərik. Güvən kitabında olan, toplusunda olan bir sualdır. Ümumi günəş radiasiyasının miqdarı 160 kilokalori böl kvadrat santimetrdir. Səthə çatan günəş şüalarının, yəni radiasiyasının 30%-i yer səthindən əks olunur, albedo. Udulanı soruşur. Biz dedik ki, ümumi radiasiya var, bu düzdən səpələnən. Bunun bir hissəsi yer tərəfindən udulur, bir hissəsi əks olunur. Düzdür? Deməli, udulanla əks olunan birlikdə bizə ümumi radiasiyanı verir. Udulanla əks olunan birlikdə bizə verir ümumi radiasiyanı. Ümumi radiasiyanın deyir, miqdarı 160-dır. Əla, ümumi radiasiyanı verib bizə. Nə qədərdir? 160. Bunun deyir ki, 30%-i əks olunub. Deməli, 70%-i udulub da. Biz buradan 160-ın 70%-ini tapa bilərik. 112 kilokalori böl kvadrat santimetr. Ya da belə də eləyə bilərsiniz, daha uzun dərə yolu. Məsələn, əvvəlcə 160-ın 30%-ini tapaq ki, görək nə qədəsə əks olunub. 48-i əks olunub. Deməli, nə qədər udulmuşdu? 160-dan 48-i çıxıb 112-ni yəni tapa bilərsiniz, amma uzun yoldur. Bu birinci dediyim daha asan, rahat yoldur. Daha sonra başqa bir suala baxırıq. Deyir ki, bu da güvəndəndir. Ümumi günəş radiasiyasının 60 kilokalori böl kvadrat santimetr, yəni 30%-i yer səthindən əks olunub. Ümumi və udulan radiasiyanın miqdarını hesablayın. Əvvəlcə deyirəm ki, ümumi radiyasiyam nə idi? Baxın, ümumi günəş radiyasiyası elə udulanla əks olunan idi, düzdür? Yəni səpələnənlə düz radiasiya var.
Deməli, harada qalmışdıq? Dedik ki, ümumi günəş radiasiyası dedikdə, biz burada ümumi günəş radiasiyası deyəndə elə udulanla əks olunan nəzərdə tuturuq. Çünki ümumi günəş radiasiyası nə idi? Düzlə səpələnən, düzdür? Düzlə səpələnən bir yerdə adlanırdı ümumi radiasiya. Bunun da bir hissəsi yer tərəfindən udulub, bir hissəsi əks olunub. Da düzdürmü? İndi bizi deyir ki, ümumi günəş radiasiyasının 60 kilokalorisi əks olunub, yəni 30%. Deməli, 60 kilokalori 30%-dir. Amma bilmirəm ümumi günəş radiasiyam nə qədərdir, x. O isə 100%-dir. Çünki ümumi radiasiya 100%-dir, bunun 30%-i, yəni 60-ı əks olunana aiddir. Biz udulanı axtarırıq. Aha, baxın, burada da elə qeyd eləmişəm. Ümumi radiasiya x deyək və 100%-dir. 60 kilokalorisi, yəni 30%-i əks olunub. X 100%-dir, 60 30%-dir. X bərabərdir 200. Deməli, ümumi günəş radiyasiyam nə qədər imiş? 200 kilokalori imiş. Bunun da 60-ı əks olunubsa, deməli, nə qədər su udulub? 120. Yəni 200-dən çıxdım 60-ı, tapdım 120 kilokalorisi udulubmuş. Və bu günəşdən yer səthinə gələn günəş işığı, istiliyi hər yerdə eyni şəkildə qəbul olunmur. Çünki yer səthinin xarakteri buna çox böyük təsir edir. Məsələn, qardır, buzdur, ağ səthlərdir. Bunlar daha çox əks etdirir. Məsələn, baxın, buz burada 95%. Təzə yağmış qar ən çox əks etdirmə qabiliyyətinə malik olur. 90-95% qarla buzdur. Daha sonra 30% meşə, torpaq 25%, qum 40%, su isə 5% cəmi əks etdirir. Deməli, baxın, suyun istilik tutumu çoxdur deyə o 95%-ni udur, cəmi 5%-ni əks etdirir. Daha sonra gəlir deməli torpaq, sonra meşə, sonra qum, sonra isə qar və buz səthləri ən çox əks etdirənlərdir. Daha sonra keçik havanın temperaturuna. Havanın temperaturu ekvatordan qütblərə doğru getdikcə dəyişir. Nəyə görə ekvatordan qütblərə doğru dəyişir? Çünki günəşin düşmə bucağı dəyişir. Baxın, ekvatordan qütblərə doğru günəşin düşmə bucağı azaldığına görə, daha kiçik bucaqla düşdüyünə görə, ekvatordan qütblərə doğru getdikcə temperatur da nə edir? Aşağı düşür. Burada yazılıb orta illik temperatur, düzdürmü? Bax, bu orta illik temperatur ən çox, yəni 25-dən daha çox olan yerlər haradır? Ekvator və ərazilər. Qütblərə doğru baxın, fikir verin. Burada şkala verilib, temperatur şkalası. Hündürə doğru, hündür də deyirəm. Qütblərə doğru getdikcə, deməli, orta illik temperatur aşağı düşür, düzdürmü? İndi belə bir sual verə bilərsiniz ki, ay müəllim, bayaq dedik ki, tropiklərdə radiasiya, ümumi radiasiya ekvatordan daha çox idi. Amma ekvatorda orta illik temperatur daha çoxdur. Nəyə görə belədir? Çünki tropiklərdə qışda temperatur 10 dərəcəyə, 15 dərəcə Selsiyə qədər düşə bilir. Amma ekvatorda isə il ömür boyu temperatur 24-26 dərəcədir. Yəni ondan daha aşağı olmur. Bir fəsil var, o da yaydır. Ona görə təbii ki, burada orta illik temperatur daha çoxdur. İndiyə bu orta illik temperaturu necə hesablayıblar? Əvvəlcə baxaq, orta sutkalıq temperatur nədir? Orta sutkalıq temperatur. Gün ərzində 24 saat var da, düzdür? 24 saat bir gündə bir neçə dəfə ölçmə aparılır. Adətən 8 dəfə ölçmə aparılır. 24 saatda 8 dəfə eyni aralıqla ölçmə aparmalıyamsa, deməli 3 saatdan bir mən ölçmə aparacam, düzdür? Məsələn, gecə 00:00-da bir ölçmə apardım, sonra 03:00-da, 06:00-da, belə gedir də, düzdürmü? 3 saatdan bir mən havanın temperaturunu ölçürəm. Və havanın temperaturunu da nə ilə ölçürəm? Termometrlə. Və birbaşa günəşin altında, yəni çöldə qoymaq olmaz. 2 metr yüksəklikdə qapalı bir qutunun içərisində, amma sərbəst hava içərisində hərəkət eləsin. Belə bir qutunun içərisinə qoyuruq və havanın temperaturunu ölçürük orada. Gün ərzində 8 dəfə ölçmə aparmışamsa, hər dəfə hansı temperatur olubsa, həmin o temperaturları toplayıram. Deməli, temperaturları gün ərzində ölçdüyüm toplayıram. Neçə dəfə ölçmüşəmsə onun sayına bölürəm. Məsələn, 3 dəfə ölçmüşəmsə 3-ə bölürəm. 8 dəfə ölçmüşəmsə hər dəfə hansı temperatur olubsa onları toplayıram, 8-ə bölürəm. Yəni bir növ ədədi ortasını tapırsınız. Bu olur nə? Orta sutkalıq temperatur. Orta sutkalıq temperatur. Daha sonra var orta aylıq temperatur. Orta aylıq temperatur bəs nədir? Hər gün ölçmələr aparmırdım. Məsələn, bir ayda deyək 30 gün var. Bunun hər günü mən ölçmələr apardım. Orta sutkalıq temperaturu tapmışdım zaten. Bu hər gün apardım, yəni 30 günün 30'unda da apardığım orta sutkalıq temperaturları toplayıram, bölürəm nəyə? 30'a. Və yaxud da deyək ki, 31 dəfə aparmışam. Hamısında, yəni ayın günün sayına bölürsüz, tapırsınız ki, orta aylıq temperatur nə qədər oldu. Orta illiyi də tapanı nə edərəm? Deməli, hər ayın orta aylıq temperaturunu toplayaram. 12 ay var da bir ildə, düzdür?
12 ay var. 12 ayda hər ayın orta aylıq temperaturunu toplayaram, 12-yə bölərəm. Və taparam ki, orta illik temperatur nə qədərdir. Təbii ki də il boyu temperatur çox olan yerdə orta illik temperatur da çox olar, yəni ekvatorda. Bu da oldu orta deməli temperaturlar. Bir də var temperatur amplitudası. Amplitud deyəndə isə ən yüksəklə ən alçağın fərqi soruşulur. Yəni, məsələn, orta sutkalıq temperatur nədir? Gün ərzində müşahidə olunan ən yüksək maksimum və minimum, sutqa ərzində müşahidə olunan maksimum və minimum temperatur fərqi orta sutkalıq, daha doğrusu sutkalıq temperatur amplitudunu verir bizə. Daha sonra il ərzində müşahidə olunan ən isti ayın orta temperaturu ilə ən soyuq ayın orta temperaturu arasındakı fərq bizə verir illik temperatur amplitudunu və burada əsas nəyə diqqət etmək lazımdır? Ən yüksək təbii ki, sutkalıq amplitud harda olar? Ən yüksək sutkalıq temperatur amplitudu olacaq səhralarda. Niyə? Çünki səhralar gündüz 40 dərəcəyə qədər qızır, amma gecə isə 10 dərəcə və ondan daha aşağı qədər, yəni temperatur çox aşağı düşür. Ona görə də sutkalıq temperatur amplitudu böyük olur. Bəs il ərzində temperatur fərqi, yəni yay ilə qış arasında fərq ən çox harda olar? Təbii ki, Sibirdə. Xüsusən də yəni Sibirdə kəskin kontinental tipi var mülayim iqlimin. Mülayim enliklərdə, yəni mülayim iqlim qurşağının kəskin kontinental iqlim tipi var. Baxın, orada hardasa qrafik bu formada dəyişir. Yəni yayda müsbət 20 dərəcə Selsiyə qədər qalxır, qışda isə mənfi 50 dərəcə Selsiyə qədər enə bilir. Təbii ki də burada illik amplitud çox böyük olacaq deməkdir. Ən az illik amplitud harda olar? Təbii ki ekvatorial ərazilərdir. Çünki baxın biz burada burada bayaq demişdik. Ekvatorial ərazilərdə il boyu temperatur eynidir. Yəni 24-26 dərəcə. Təbii ki onun illik temperatur amplitudu da çox kiçik olacaq. Yəni ən isti ay olub 26, ən soyuq ay olub 24 məsələn. Amma kəskin kontinentalda, daha sonra yəni mülayim enliklərdə daha çox olur. Daha sonra istilik qurşaqları ayrılır yerdə. 7 dənə istilik qurşağı var. Baxın. Bir isti qurşaq, şimal mülayim, cənub mülayim qurşaq, şimal soyuq, cənub soyuq qurşaq, şimal daimi şaxta, cənub daimi şaxta qurşaqları var. İndi bu isti qurşaqlarının sərhədləri hər hansı bir paraleldən keçmir. İsti qurşağın sərhədi, baxın, yalnız bu isti qurşağın sərhədi orta illik deməli izoterimlərdən keçir. Orta illik izoterimlərdən keçir. Amma mülayimdir, daha sonra soyuqdur, şaxtalı qurşaqlardır. Bunların isə izoterimləri. İzoterimdə eyni temperatura malik nöqtələri birləşdirən xəttdir. Baxın, bu xətt boyunca hər yerdə temperatur 20 dərəcədir. Orta illik temperatur. Hər yerdə 20 dərəcə. O xəttin olduğu hər yerdə. Sonra bu qırıq-qırıq xəttlər verib 10 dərəcə yazılıb. Bu xətt boyunca da hər yerdə deməli orta aylıq temperatur 10 dərəcə Selsidir. Deməli, bir dənə isti qurşaqda orta illik izoterimlərdən keçdi. Amma mülayimdir, soyuqdur, qütb qurşaqları, yəni şaxta qurşaqlarıdır. Bunlarda isə orta aylıq temperatur izoterimlərindən keçir. Daha sonra dediyi 7 dənə istilik qurşağı var. 5 dənə işıqlama qurşağı vardı. Bunu da o birisi əvvəlki videoda danışmışdıq. Daha sonra baxaq mütləq maksimum və minimum temperatur nə deməkdir? Mütləq maksimum temperatur, yəni müşahidə müddəti ərzində, yəni həm indiyə qədər müşahidə olunan ən yüksək temperatur qeydə alınıb, deməli maksimum temperatur adlanır və Tripoldə, Liviyada müsbət 58,1, Asiyada Tar səhrası müsbət 53 dərəcə Selsi, Qərbdə Ölüm dərəsi müsbət 56 dərəcə Selsi, daha sonra cənubda isə Darling çayının orta axarı müsbət 52,8 dərəcə Selsidir. Mütləq minimumda, yəni indiyə qədər müşahidə olunan ən alçaq temperaturdur. O da deməli Antarktida Fudzi günbəzi -91 dərəcə Selsi, hətta burada Vostok stansiyası var, orada da az idi. Bir də şimalda isə Oymyakon -71 dərəcə Selsi. Bu da mütləq minimum temperaturdur. İndi baxın, illik temperatur amplitudası dedik ki, il ərzində müşahidə olunan ən yüksəklə ən aşağı temperaturun fərqidir. Düzdür? Ən çox hardadır? Təbii ki də Sibirdə. Ən az hardadır? Təbii ki ekvatorial ərazilərdə. Sutkalıq temperatur da ən çox harda? Təbii ki səhralar olan yerdə. Daha sonra temperatur eyni zamanda dağın ətəyindən zirvəsinə doğru da dəyişir. Hər 100 metrdə temperaturun 0,6 dərəcə Selsi aşağı düşməsi olur aerotermik pillə. Hər 1000 metrdə 6 düşməsi isə olur aerotermik gradient. Daha sonra məsələ hesablamağa baxaq. Əgər bizə deyirsə dağın ətəyində temperatur deməli 24 dərəcə Selsidir, 4000 metrdə nə qədər olar? Deyirik ki, ay müəllim, 1000 metrdə 6 dərəcə aşağı düşürdü. 4000 metr qalxsam nə qədər düşər? X. Bu da neçə eləyir? 24 dərəcə Selsi. Düzdür?
24 dərəcə Selsi. Dağın ətəyində 24 var idi. Yuxarı çıxanda axı temperatur aşağı düşdü. Neçə oldu? 24 - 24 elədi 0 dərəcə Selsi. Bu arada Azərbaycanda da indiyə qədər müşahidə olunan ən yüksək temperatur Culfada olub, ən aşağı temperatur da Culfada qeydə alınıb. Müsbət 44,6, bir də mənfi 33 dərəcə Selsi. Bir qədər video biraz tələsik oldu, amma ümid edirəm ki, faydalı olar sizin üçün. Bu qədər. Hələlik.